Salam, axşamınız xeyir, hörmətli TikTok və Instagram izləyiciləri. Bu günləri Yaşıldərə massivindəyik. Belə bir divanı təmizləməyə gəlmişik. Bu divandır, belə də beyaz divandır. Görürsünüz necə ləkələnib. İnşallah biz onu təmizləyək. Ən sonunda sizə onun təmiz halını göstərək. Biz normalda bir şirkət olaraq belə divanları götürmürük. Çünki bu divanların məsuliyyəti çox olur, bu ağ divanların. Bundan ləkəni təmizləmək çətin olur. İndi nəysə olub götürmüşük. İnşallah bunu təmizləyək. Ən sonunda təmiz vəziyyətini sizə göstərəcəm. Hörmətli izləyicilər, bu bayaq ki ağ divan, beyaz divan. Bu da təmizlənəndən sonra vəziyyəti görürsünüz necə təmizləndi, ağardı. Üzr istəyirəm, otaq biraz qaranlıqdır, tam ağlığı bilinməyə bilər, amma ləkə qalmadı, təmizləndi. Bu bir də zəhmət olmasa qardaş lüstürü tərpət. Bu kölgələr lüstrün belə deyək də xrustallarının kölgəsidir, amma divanda ləkə deyil də o. Baxın, görürsünüz bax qol hissəsi də təmizlənib, divanın hər bir tərəfi lap yaxından götürürəm, baxın necə təmizlənib. Yəni bizim şirkət bunu bacarırsa, yəni bizim üçün hansısa bir divanı təmizləmək heç bir qorxusu yoxdur. Siz də istəyirsiniz divanınız belə təmiz olsun, onu da bizə WhatsApp-da yazın, şəkil atın, qiymət deyək və yaxud da zəng eləyin, ətraflı danışağın, sizə qiymət deyək. Sağ olun, təşəkkür.